Hamıya salam, kanalıma xoş gəlmisiniz və bugün tamamilə yeni bir konsept, yeni bir video formatı ilə qarşınızdayam. Demək olar ki, podkastdır, amma podkastda təkəm və bir mövzunu seçib onun haqqında danışacağıq. Məsələn, bugünkü videodan qabaq gedib yetəri qədər bu mövzu ətrafında araşdırmalarımı eləmişəm, notlarımı almışam və çox uzatmadan gəlin başlayaq. Bugünkü sualımız nədir? Reallığı idarə edirikmi, yoxsa hər şey əvvəlcədən müəyyən edilibmi? Düşünürəm ki, yetəri qədər maraqlı bir sualdır və sualın cavabı hədir. Sadəcə hə. Yəni ki, həm reallığı idarə edirik, həm də hər şey əvvəlcədən müəyyən olunub. Bu videoda danışacaqlarıma əgər diqqətlə qulaq assanız, başa düşəcəksiniz ki, mən həqiqətən nə demək istəyirəm sizə. Dostlar, çox qısa şəkildə araya girirəm, elanımı eləyib gedirəm. Bildiyiniz kimi mən hal-hazırda Numera DİM hazırlığı kursunda fəaliyyət göstərirəm və gördük ki, bizə çox suallar gəlir. Həm DİM hazırlığı haqqında necə oxumalıyıq, həm də kursumuz haqqında necə tədris olunur bizim dərslərimiz və s. Ona görə də qərar verdik ki, pulsuz, tam ödənişsiz bir webinar təşkil edirik. Bu webinar avqust ayının 11-i axşam saat 7-də olacaq. Məsləhət görürük ki, webinara valideynlə birlikdə qoşulasınız. 1 saatlıq bir görüş olacaq və bütün suallarınıza şəxsən mən özüm cavab verəcəm. Aşağıda həmçinin kommentlərdə də bir forum qoyacağam. Həmin formu dolduraraq qeydiyyatdan keçmiş sayılacaqsınız. Sadəcə o formu doldurub avqustun 11-də qoşula bilərsiniz görüşümüzə. Bu suala cavab verə bilmək üçün əvvəla bu sualı 2 hissəyə bölməliyik. Və birinci gəlin baxaq reallığı idarə edirikmi hissəsinə və bu suala cavab verə bilmək üçün də reallığı idarə etmək ifadəsini də bölməliyik 2 hissəyə. Reallıq nədir və idarə etmək nədir? Onlara ayrı-ayrılıqda bir baxaq. Əvvəla, idarə etmək nədir? İdarə eləmək kontroldur. Amma kainatda əslində kontrol deyə bir şey yoxdur. Kontrolun illüziyası var. Yəni biz öz dünyamızda düşünürük ki, biz nələrisə idarə edirik, kontrol edirik. Əslində isə o elə deyil. Amma elə bil çox paradoks kimi səsləndi. Həm deyirəm ki, kontrol yoxdur, kontrolun illüziyası var, idarə etmirik heç nəyi. Həm də deyirəm ki, əslində reallığımızı idarə eləyirik. Qəribə. Və sualın cavabı odur ki, biz öz reallığımızı yaradırıq və daha doğrusu reallığımızı seçirik. Sən öz həyatında əsas qəhrəmansan, bosssan, həyatının bossusan. Sən həyatının bossu olaraq baxırsan ki, mən bu yolu istəyirəm, mən bu reallığı yaşamaq istəyirəm və o reallıq da sənin olur. Sən heç nəyə gedib sıfırdan tikmirsən, sən boss olaraq işləmirsən, sıfırdan yaratmırsan. Okey, bəs reallıq nədir? Reallıq sənin öz iç halının əksidir. Gəlin bir də deyək bunu. Reallıq sənin iç halının əksidir. Okey, əgər kontrol anlayışından danışırıqsa, gəlin belə bir şey soruşum. Sən deyə bilərsənmi ki, həyatımda hər şey mənim tam dediyim kimi, kontrol elədiyim kimi olub? Yox. Çünki məsələn, hansısa hədəfinə çatırsansa, hansısa yolla çatmısan. Sən deyə bilmərsən ki, bu mən dediyim A yolu ilə olacaq, bəlkə getdin Z yolu ilə oldu. Yəni, hansısa bir yolla, amma çatmısan həmin o xəyalına. Deyirsən ki, mən həyatımı kontrol eləyirəm, planlayıram, bəs növbəti fikrimizi belə bilmirik. Yəni, okey, növbəti fikrin nədir? Bu dəqiqə 5 saniyə sonra sən nə düşünəcəksən? Onu belə kontrol edə bilmiriksə, necə mən deyə bilərəm ki, 5 ay sonra mən falan hədəfimə belə çatacam, mənim həyatım belə kontrol elədiyim kimi olacaq? Olmayacaq. Bayaq da dediyim kimi, reallıq sənin iç halının əksidir. Və sənin sualın heç vaxt o olmamalıdır ki, mən həmin o reallığı özümə necə cəzb eləyim? Sənin sualın o olmalıdır ki, nə məni düşündürür ki, mən bunu bacarmaram? Və ya hansı inancım bunu məndən bloklayır, ya da nə düşündürür ki, mən buna layiq deyiləm. Sən deyəndə ki, mən filan şeyi həyatımda istəyirəm, artıq elan etmiş olursan ki, həmin şey mənim həyatımda deyil, ayrı bir yerdə məndən uzaqda mövcuddur. Amma əslində sənin istədiyin heç nə səndən uzaqda deyil, elə sənin həyatında da mövcuddur. Sadəcə sənin qoyduğun bəzi limitlərin var, hansılar ki, bir maneədir ki, sən həmin o reallığa çatasan, harda ki, sənin o xəyal elədiyin bir şey var. Manifest cəzb eləmək deyil. Sən manifest eləyərək həmin o xəyalındakı şeyi özünə cəzb eləmirsən. Manifestin məqsədi odur ki, sənin o beynindəki limitləri məhv eləyir. Aranızdakı maneələri məhv eləyir, yox eləyir. Pul mövcuddur. Amma nəsə səni düşündürür ki, mən o pula layiq deyiləm. Sən gedib sıfırdan yeni pul yaratmamalısan, dünyadakı pulları çoxaltmamalısan. Dünyada yetər qədər çox pul var. Sən özünə sual verməlisən ki, niyə mənim pulum yoxdur? Düşünməlisən ki, nə məni puldan bloklayır,
aramızdakı maneə nədir, mənim qoyduğum limit nədir? Mən niyə düşünürəm ki, mən həmin o pula layiq deyiləm? Əgər sən inansaydın ki, mən o pula layiqəm, o pul səndə olmuş olardı. Manifest nəyisə sıfırdan yaratmaq deyil, nəyəsə inanmaq deyil. Manifest odur ki, sənin içindəki o güzgünü silib təmizləyir. Hansı ki, həmin güzgüdən sənin reallığın əks olunur. Ən önəmli sual odur ki, nə mənim içimdə mübarizə aparır ki, həmin şey mənim həyatımda olmasın? Baxın, bu sualı götürün, dəftərə yazın, eləyin, bir də oxuyun. Nə mənim içimdə mübarizə aparır ki, həmin o xəyal elədiyim şey mənim həyatımda, mənim reallığımda olmasın? Həmin o düşüncələr ki, mən buna layiq deyiləm, bu xəyal mənim üçün çoxdur, mən kiməm ki? Bunu düşünmək, bunların hamısı şablondur, şablon sözlərdir və sənin beynində yaratdığın limitlərdir. Bu limitlər cəmiyyət tərəfindən yaradılmış ola bilər, sənin valideynin, ailən tərəfindən yaradılmış ola bilər, dost, ətraf, səbəb çox şey ola bilər. Nəticə odur ki, sənin beynində həmin limitlər var və sən bunları aşmamısan. Manifest edərək isə sən əsl təbiətini yadına salmış olursan. Sən yadına salırsan ki, sən əslində kimsən və hansı reallıqlara layiqsən. Və bunu eləyərək sən heç nəyi özünə cəzb eləmirsən. Sən artıq mövcud olan bir reallıqla özün arandakı həmin o limiti, maneəni qırırsan. Belə bir düstur var. Reallığın yaradılışı bərabərdir. Seçim, üstəgəl olduğun vəziyyət. Sən öz reallığının yaradıcısısan, amma rejissor deyilsən. Sən seçirsən, seçdiyin sahədə isə sənin daxili vəziyyətini əks etdirən reallıq yaranır. Bu qədər sadə. Gəlin izah eləyim ki, ümumiyyətlə o düstur nədir, nə deməkdir, oradakı seçim nədir, olduğun vəziyyət nədir. Məsələn, gəlin proyekt nümunəsinə baxaq. Bir proyektin var, amma hər şeyi kontrol eləmək istəyirsən, hər şeyi idarə edirsən, ən xırda detalına qədər düşünürsən, qorxursan, beynində ssenarilər qurursan, o olsa necə olacaq, bu olsa necə olacaq. Amma anlamırsan ki, hər şey sənin seçimindən asılıdır. Əgər sən həqiqətən inansan ki, bu proyekt hansısa bir yolla yaxşı olacaq, içini, öz iç vəziyyətini sakit, stabil və yaxşı saxlasan, həmin proyektin negativ alınma şansı yoxdur. Yəni, sənin əgər iç halın negativ deyilsə, həmin o outcome, həmin o nəticən, rezultunda negativ ola bilməz. Baxın, çox sadə bir nümunə verim. Meyvə şirəsi aparatı. Əgər mən ora alma qoyuramsa, alma şirəsi alacağam. Alma qoyub portağal şirəsi alma şansım nə qədərdir? 0. Əgər sənin iç vəziyyətin negativdirsə, sən təbii ki, negativ alacaqsan. Sənin orada pozitiv bir nəticə alma kimi şansın yoxdur. Amma deyə bilmərəm ki, bu negativ hisslər həmişə pis şeydir. Yox. Əksinə, məsələn, qorxu hissi yaşamaq, narahatçılıq yaşamaq bəzən o qədər super bir hisslərdir bunlar. O qədər yüksək frekanslı bir hisslərdir. Çünki səbəbini izah eləyirəm. Yəqin ki, düşünürsünüz ki, bu dəlidir, nə danışır, bir dediyi ilə o biri dediyi tutmur. Amma niyə belədir bu? Çünki bayaqlarda danışdığımız kimi manifestin məqsədi nə idi? Sənə kömək eləyir ki, sən öz xəyal etdiyin reallıqla arandakı o maneəni, limiti tapasan. Əgər sən qorxu hissi yaşayırsansa, sən artıq tapmısan ki, səni o reallıqla arandakı maneən nədir? Və həmin o qorxunun üstünə getmək sənə kömək eləyəcək ki, gedib o limiti tapasan, o maneəni aşasan. Yəni, əgər xəyalın var, amma bilirsən ki, mən filan şeydən qorxuram, onun üstünə gedərək sən o maneəni gedib tapa bilərsən və manifesti həll eləmiş olarsan. Belə bir çox önəmli bir detal da var. Sən öz reallığını yaradırsan. Okey. Amma həmçinin yaratdığın hər şeyə görə də məsuliyyət daşımalısan. Sənin keçmişini, travmalarını, əvvəlki təcrübələrini qəbul eləməlisən. Bilməlisən ki, mən onları yaşamışam və bu mənim yaratdığım şeylərdir əslində. Dedik ki, dünyanı sən kontrol eləyə bilmərsən. Amma öz içini, öz ruh halını kontrol eləyə bilirsən. Hansı ki, sənin öz dünyanı, sənin öz reallığını yaradır. Negativlərə görə özünü günahlandırmamalısan. Əgər sən yaşadığın o keçmişi qəbul eləməsən və desən ki, yox, o situasiyaları mən yaratmamışam, mən özümü elə bir situasiya salmamışam, mən özümü çox sevirəm, mən elə şey eləmərəm, təbii ki, o sənin indi olduğun mindset, indi olduğun düşüncə tərzidir və qəbul eləməlisən ki, onu da sən yaratmısan. O sənin yaratdığın bir şeydir və ona görə məsuliyyəti daşımalısan. Yox, əgər sən desən ki, mən onu yaratmamışam, keçmişdəki heç nə mənim məsuliyyətim deyil, onda sən avtomatik olaraq gələcəkdə də yaradacağın bütün reallıqları inkar edirsən. Deyirsən ki, mən onları da yaratmayacağam. Burada baxın, belə bir illüstrasiya da var. Ekrana qoyacağam sənət əsərimi. Yəni, əgər sən deyirsənsə ki, keçmişdə elədiyim səhvlər mənim deyil,
onların məsuliyyətini mən daşımıram, onda gələcəkdə yaradacağın reallıqlar da sənin olmayacaq. Gələcəkdə yaradacağın o ideal xəyallar da sənin deyil deməli. Xülasə verəsə olsaq, sən ətraf mühiti kontrol edə bilmirsən. Amma sən öz içini idarə edə bilirsən. İdarə illüziyası verə bilirsən özünə. Əslində isə sən öz reallığını seçə bilirsən. Bəli. İndi gəlin keçək sualın ikinci hissəsinə. Bizim yerimizə hər şey artıq müəyyən edilibmi? Bayaqlarda dediyim kimi, bəli, edilib. Kvant fizikasında sənin yaşaya biləcəyin bütün reallıqlar, bütün sənin versiyaların artıq mövcuddur və düşünün ki, bir rəfə düzülüb. Sən heç nəyi sıfırdan yaratmırsan, sən öz reallığını qurmursan. Sən sadəcə o rəfə baxırsan və seçirsən ki, mən hansı reallığı yaşamaq istəyirəm. Sənin bütün versiyaların mövcuddur. Həm neqativ olanların, həm pozitiv olanların və bu nə deməkdir? Bu o deməkdir ki, hər şey mümkündür. Bütün istədiyin, o bütün xəyal elədiyin versiyalara əslində çata bilərsən. Və bu optimizm deyil. Mənim dediyim optimist ol, inan ki, sən bunu bacararsan deyil. Sən get denən ki, mən tupoyam, mən heç nəyə layiq deyiləm. Okey, ola bilər. Belə bir reallıq mövcuddur. Sən o reallığı seçsən, elə bir həyat yaşayacaqsan ki, bütün ətrafındakı insanlar sənə sübut eləyəcək ki, sən doğrudan da heç nəyə layiq deyilsən. Və bu sənin seçdiyin reallıq olacaq. Və ya sən bu reallığı yox, gedib bu reallığı seçirsən və deyirsən ki, əslində mən yaxşı şeylərə layiqəm və arzularımı da reallaşdıra bilərəm. Okey, bu reallıq da mövcuddur. Elə şeylər də yaşaya bilərsən və bu onu göstərir ki, həqiqətən də hər şey mümkündür. Sən denən ki, mən belə olacam, elə olacaqsan. Neqativ istəyirsən, neqativ olacaqsan, pozitiv desən, pozitiv olacaqsan. Çox ironik səslənir, amma sən özünə inanmadığın reallıqda belə inanmağı seçirsən. Çünki sən həmin o reallığa inanırsan. Sən inanırsan ki, sən özünə inanmırsan. Başa düşdünüz? Yəni yenə də inanc var burada. Ya inanacaqsan ki, mən xəyallarımı reallaşdıra bilirəm, ya da inanırsan, yenə də inanırsan amma. Ya inanırsan ki, mən xəyallarımı reallaşdıra bilməyəcəm. Mən özümə inanmıram. Burada yenə şəkillər var. Çünki şəkillərlə daha yaxşı izah edə bilərəm. Ekrana qoyacağam bunları. Deməli, birinci gördüyünüz şəkil bizə yeridiləndir. Bizə necə öyrədiblər? Sən doğulmusan, yaxşı şeylər yaşaya bilərsən, pis şeylər yaşaya bilərsən, aşağı düşür, yuxarı qalxır və bir yerdə də ölüm gəlir, ölürsən. Bu qədər. Əslində necədir? Sən doğulmusan və sənin qabağında limitsiz, milyonlarla reallıq var. Məsələn, birində sən sağlamlıq problemləri yaşayırsan, amma çox pulun var. Amma məsələn, cavan yaşda ölürsən. Digərində sən çox gec ölürsən, amma həm sağlamlıq problemlərin var, həm də pulun yoxdur. Ya da məsələn digərində orta yaşda ölürsən, amma bütün xəyallarına çatırsan, çox pullu bir həyat yaşayırsan və bunların hamısı mümkün versiyalardır. Sənin qabağında olan bu dəqiqə şanslardır ki, sən hansı həyatı yaşamaq istəyirsən. Başqa bir sözlə deyəcək olsam, hansı portala gedəcəyini sən özün seçirsən. Niyə deyirəm ki, bu qədər limitsiz sayda versiyaların var, reallıqlar bu qədər çoxdur, sən istədiyini seçirsən? Çünki təsəvvür eləyə bilirsən sən onları. Təsəvvür eləmək fantaziya demək deyil. Təsəvvür eləyirsənsə, okey, sən bu dəqiqə bir şey təsəvvür elə, hansı ki mövcud deyil, mümkün deyil də, yəni elə bir şey sıfırdan yarat. Yarada bilmirsən. Çünki sən təsəvvür elədiyin hər şey əslində mövcud olan bir reallıqdır. Sən heç nəyi sıfırdan qurmursan. Sən əgər düşünürsənsə ki, mən belə pullu, belə öz xəyallarına çatmış biri ola bilərəm, çünki belə bir şey var. Çünki elə bir şey artıq mövcuddur. Sən sıfırdan qurmursan, sən yaratmırsan, sən fantaziya yaratmırsan. Əgər bir portala, bir reallığa sən gözünü yumub ora gedə bilirsənsə, deməli həmin şey var. Və əsl möcüzə də budur. Çünki sən olmayan bir yerə gedə bilmərsən, sən olmayan bir şey təsəvvür edə bilmərsən. Sən əgər özünün həmin o xəyal etdiyin versiyanı canlandıra bilirsənsə gözündə, yəni gözünü yumub gedib o həyatı yaşaya bilirsənsə, deməli o həyat var, o reallıq var. Sadəcə sən hal-hazırda həmin reallığa getməyə hazır deyilsən, ya da getmək istəmirsən, getməməyi seçirsən, ola bilər. Ya da sən hələ tapmamısan ki, həmin o reallıqla sənin arandakı maneə nədir, limit nədir, limiti kim qoyub, necə qoyub, niyə qoyub, onu hələ tapıb həll eləməmisən deməli. Afirmasiya deyilən bir şey var və məsələn səhərlər tutaq ki, oyananda deyirsən ki, mən beləyəm, mən eləyəm, indiki zamanda deyirsən özdə, mənim məsələn bu qədər pulum var, mən bu qədər şey bacarıram, mən bunu eləyə bilirəm. Afirmasiyaları sözdə demək çox rahatdır. Amma günün sonunda sən əgər öz reallığındasan, sənin o xəyal etdiyin reallıq isə uzaqdadır və aranızdakı maneə var, sən o maneəni heç tapmamısan, tapmağa çalışmamısan belə, onda yəni sadəcə özünü aldatmış olursan. Sən istədiyin reallığa çatmaq üçün
Sadəcə özünü dəyişə bilərsən. Gəlin videoda danışdığım hər şeydən qısa bir nəticə çıxaraq, reallığı idarə eləyirikmi? İdarə eləyirik. İdarə etmə illüziyasını yaşayırıq, amma əslində reallığımızı seçirik və hər şey əvvəlcədən müəyyən edilibmi? Bəli. Bütün reallıqların artıq o rəfdədir. Sənin seçimindir ki, sən hansı reallığı seçib onu yaşayacaqsan. Əslində danışacağım şeylər çoxdur. Yəni hələ nə qədər şeylər qaldı danışmadığım. Amma bu video ilə sizi də yormaq istəmirəm. Onsuz da ilk dəfədir belə bir konsept çəkirəm. Əgər videonu bəyəndinizsə və bu cür videoların ardını istəyirsinizsə, yorumda yazmağı unutmayın. Fikriniz mənim üçün önəmlidir. Və növbəti podkastlarımızda hansı mövzular olsun, nəyi müzakirə eləyək, onu da yazarsınız. Ümid eləyirəm ki, ən azından nəsə faydalı bir məlumat öyrəndiniz ya da az da olsa təsir eləyə bildim sizə. Bu video burada bitir, amma videonu bəyəndinizsə, bu cür videoların davamı gələcək. Sağ olun, özünüzə yaxşı baxın və düzgün reallığınızı da seçin.